Şah İsmail Xətainin Dəhnamə əsərindən seçilmiş beytlərdən hansının izahı səhvdir? A bəndi. Məşuq ilə eşqi tanımazdım, heç kimə könül verim deməzdim. Deməli, beytin izahı əsərin qəhrəmanının eşqə inanmadığı deyilir. Bəli, bu fikir doğrudur. B. Yırtdı əlidən alıb kitabın, saydı yüzünə üyubi babın. Məşuqəyə aiddir. Səbaya sərt rəftarı təsvir olunur. Bəli, deməli, məşuqənin Səbanın əlindən məktubu almasından və onu danlamasından, onu da sərt rəftar etməsindən söhbət gedir bu beytdə. C. Qayıtdı Səba zi dərgah-i şah, qəmnak məlil düşdü bərrah. İzah, aşiqin xoş əhvalla gələn Səbanı sevinclə qarşılamasından bəhs olunur. Deməli, aşiqin xoş əhvalla gələn Səbanı sevinclə qarşılaması. Deməli, burada qayıtdı Səba zi dərgah-i şah, qəmnak məlil düşdü bərrah. Deməli, burada ümumiyyətcə bu beyt ikinci məktubdan götürülmüşdür. Səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi hissəsindən götürülmüşdür. Burada isə Səbanın qəmli vəziyyətdə, deməli, qayıtmasından söhbət gedir. İzahda isə yazılıb ki, aşiqin xoş əhvalla gələn Səbanın sevinclə qarşılamasından bəhs olunur. Deməli, fikir yanlışdır, yəni izah yanlış verilmişdir. D bəndi. Sordu ana kim, Səba mısan sən? Eşq əhlinə aşina mısan sən? Deməli, bağbanın Səbanı görüb onunla danışdığı hissədəndir. Bəli. E bəndi. Sürdü qatı atın ol vəfadar, ol bağa erişdi qandadır yar. Səbanın məşuqənin olduğu bağa gəldiyi epizoda aiddir. Bu fikir də doğrudur. Deməli, sualımızın düzgün cavabı göründüyü kimi C bəndi olacaq. Qasım bəy Zakirin yaradıcılığı ilə bağlı fikirlərdən hansı doğrudur? A bəndi. Ədəbi növlərdən yalnız birinə aid əsərlər var. Yanlışdır. Çünki Qasım bəy Zakir həm lirik, həm də epik növdə əsər yazmışdır. B bəndi. Nəzmlə əsərlərinin hamısı tərənnüm əsasında yazılmışdır. Yanlışdır. Çünki onun ictimai mövzulu şeirlər də var. Dövrdən narazılığını bildirir. Burada təbii ki, tərənnüm olmayacaq. C. Həm təmsil, həm də mənzum hekayə müəllifidir. Bəli. Deməli, mənzum hekayələrinə Məlikzadə və Şahsənəm, Aşiqin təam bişirməyi, sonra Dəvəsi Tənkəs, Tərlanlar və Elçilər, Dərvişlə qız, Həyasız dərvişlər haqqında və s. bunlar mənzum hekayələrdir. Sonra Tülkü və Çaqqal, sonra Aslan, Qurd və Çaqqal, bunlar da bildiyimiz kimi təmsillərdir. D bəndi. Heca vəznində ilk dəfə şeir yazan sənətkardır. Qasım bəy Zakir heca vəznində əsər yazıbdır, amma heca vəznində yazmaq ənənəsini yazılı ədəbiyyata gətirən Şah İsmail Xətai olmuşdur. Yəni, bu orta əsrlər Azərbaycan ədəbiyyatına aiddir. Deməli, D bəndi yanlış olacaqdır. E bəndi. Yaradıcılığı qəzəl və qəsidə janrları ilə məhdudlaşır. Dediyimiz kimi, Qasım bəy Zakir həm əruz, həm də heca vəznində yazmışdır. Qəzəl qəsidə isə yalnız, deməli, əruz vəzninin janrları. Deməli, bu da yanlışdır. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Nöqtələrin yerinə İmadəddin Nəsriminin hansı şeiri yazılsa, mövzu baxımından digər əsərlərlə eyni olar. Deməli, Nizami Gəncəvinin Xosrov və Şirin poeması məhəbbət mövzusunda yazılmışdır. Məhəmməd Füzuli Məni candan usandırdı qəzəlidə məhəbbət mövzusunda yazılmışdır. Deməli, biz bura nöqtələrin yerinə məhəbbət mövzusunda yazılmış əsərin adını yazmalıyıq. Bu da İmadəddin Nəsriminin Etməgil rədifli qəzəli olacaq. Çünki digərləri məhəbbət mövzusunda deyil. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı fikir Basatın Təpəgözü öldürdüyü boya aid cədvəlin heç bir xanasına yazıla bilməz? Göründüyü kimi bizə hadisə verilib. Bu hadisənin səbəbi və nəticəsi hissəsi isə boş buraxılıbdır. Deməli, 4 bənddən hər hansı birisi səbəb və ya nəticə hissəsinə yazıla bilər. 4 dənəsi bu cür yazıla bilər, bir dənəsi yazıla bilməz. Biz onu müəyyən etməliyik. Hadisə nədir? Dədə Qorqud salaxanaya gedib Təpəgözlə danışır. A. Bunlu qoca ilə yapaqlı qoca salaxanaya göndərilir. Deməli, bu Dədə Qorqudun salaxanaya qayasına gedib, deməli, Təpəgözlə danışmasının nəticəsidir. B. Oğuz Əli Dədə Qorquda müraciət edib kömək istəyir. Bu səbəbdir. Hadisə isə, deməli, Dədə Qorqud salaxana qayasına gedir, Təpəgözlə danışır. C. Oğuzlar hər gün Təpəgözə qənimət göndərirlər. Bu da hadisənin nəticəsidir. D.
D. Basat qardaşının ölüm xəbərini öyrənir. Bunun verilmiş hadisə ilə əlaqəsi yoxdur. Basat qardaşının ölüm xəbərini Qapaqqan kişinin xanımından öyrənir. E bəndi, Oğuz yurdu Təpəgözün əlində əsir yesir olub qalmışdı. Bu səbəbdir. Həmin səbəbin nəticəsi isə Dədə Qorqudun Salxana Qayasına getməsi idi. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı xüsusiyyəti daşıyan nümunənin əruz vəznində olduğunu əminliklə demək mümkündür? A bəndi. Ardıcıl iki misrada qafiyələnən sözlər işlənmişdir. Bunu biz həm heca vəznində, həm də əruz vəznində görə bilərik. B bəndində. Nümunənin bütün misralarında inversiya ilə istifadə olunmuşdur. Bunu da təbii ki, heca vəznində də görə bilərik. C bəndi. Hər biri 4 misradan ibarət olan bəndlərdən istifadə olunmuşdur. Bu da təbii ki, heca vəznində ola bilər. D bəndi. İfası zamanı ahəngdarlıq müşahidə olunur. Nəzm əsərində təbii ki, ahəngdarlıq olmalıdır. E bəndi. Misra daxili bölgü zamanı sözün bütövlüyü pozulur. Bildiyimiz kimi, sözün bütövlüyünün pozulması deməli, əruz vəzninə aiddir. Heca vəznində isə bu prinsip qorunurdu. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Nizami Gəncəvinin İskəndərnamə əsərinə aid cədvəldəki doğru fikirləri seçin. Dara haqqında yanlış fikirdir. 1. Təkəbbürlü, zalım və ədalətsizdir. Bəli, doğru fikirdir. 2. Əsərin İqbalnamə hissəsində iştirak edir. İqbalnamədə yox, Şərəfnamədə iştirak edir. Deməli, 2-ni götürəcəyik. 3. Xalqla maraqlanmır. Xalqın taleyini şərəfsiz adamlara tapşırır. Bəli, bu doğru fikirdir. Sonra digər tərəfdə yazılıb ki, Nüşabə haqqında doğru fikirdir. 4. Torpaqlarına gələn İskəndəri sarayına dəvət edir. Xeyr, yanlış fikirdir. Bildiyimiz kimi, deməli, İskəndərin özü elçi libasında Nüşabənin sarayına gəlmişdi. Ona görə 4-ü götürmürük. 5. Ölkəsinin abadlığına, xalqının firavan yaşamasına nail olur. Bəli. 6. Onun dilindən aslanın dişisi, erkəyi olmaz fikri səsləndirilir. Bəli, İskəndərlə görüşdə. Deməli, sualımızın düzgün cavabı 2, 5, 6. Yəni, E bəndi olacaq. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü ilə bağlı fikirlərdən hansılar doğrudur? Deməli, 1. Mirzə Şəfi Vazeh, Seyid Əbülqasim Nəvati, Heyran xanım kimi sənətkarlar klassik şeir janrlarında yazırlar. Bəli, fikir doğrudur. 2. Seyid Həmzə Nigari həm əruz, həm də heca vəzində şeirlər yazır. Bəli. 3. Mövcud janrlara müraciət olunmuş, eyni zamanda yeni janrlar yaradılmışdır. Bəli, bildiyimiz kimi, maarifçi realizm dövrü Azərbaycan ədəbiyyatında yeni janrlar da yaradılmışdır. Məsələn, povest janrını, eyni zamanda deməli, faciə janrını bura misal verə bilərik. 4. İsmail bəy Qutqaşınlı, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev dramatik növdə yazılmış əsərləri ilə tanınıblar. Deməli, İsmail bəy Qutqaşınlı bilirik ki, dramatik növdə əsər yazmayıb. Ona görə 4 yanlışdır. 5. Abbasqulu Bakıxanovun yaradıcılığı ilə Azərbaycan qərb mədəni əlaqələri yaranıb inkişaf etmişdir. Abbasqulu Bakıxanovun yox, Mirzə Fətəli Axundovun yaradıcılığı ilə yaranmışdır. Deməli, sualımızın düzgün cavabı 1, 2, 3, yəni B bəndi olacaq. Hansı şifahi xalq ədəbiyyatı nümunəsində ananın övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapmışdır? Bildiyimiz kimi, məişət nəğmələrinə laylalar və oxşamalar daxildir. Əgər laylalardan analar öz körpəsini yatızdırmaq üçün istifadə eləyirdisə, oxşamalarda deməli, ananın övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır. Həmçinin bunun laylalarda da öz əksini tapdığını deyə bilərik. Ümumi olaraq fikir məişət nəğmələrinə aiddir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələri haqqında fikirlərdən hansı doğrudur? Bakının nə dərdi, nə də qəmi var. Bu böyük şəhərin öz aləmi var.
Deməli, bizə dedi ki, nümunədə işlənmiş bədii təsir ifadə vasitələri haqqında fikirlərdən hansı doğrudur? Doğru fikir müəyyən etməliyik. A bəndi. Şeirin hər iki misrasında söz sırasının pozulması müşahidə olunur. Baxaq. Bakının nə dərdi, nə də qəmi var xəbər. Nə Bakının dərdi, qəmi. Görünür ki, burada söz sırası pozulmayıbdır. Bu böyük şəhərin öz aləmi var. Burada da söz sırası pozulmayıb. Deməli, bir yanlışdır. Yəni, A bəndi yanlışdır. B. Sakinlərin nəzərdə tutularaq Bakı sözünün işlənməsi metonimiyaya aid nümunədir. Bəli, burada ad dəyişmədən istifadə edilmişdir. Bakının nə dərdi, nə də qəmi var. Bu böyük şəhərin öz aləmi var. Yəni, Bakıdakı insanlardan söhbət gedir. Bu isə ad dəyişmə metonimiyadır. Deməli, bir düzgün cavab olacaq. C bəndi. İkinci misrada sözə məcazi mənalı söz artırılaraq epitet yaradılmışdır. Baxaq. Bu böyük şəhərin öz aləmi var. Böyük şəhər nümunəsində təbii ki, məcazi mənadan söhbət gedə bilməz. D bəndi. Şəhərin dərdinin, qəminin olmadığı dilə gətirilərək kinayə edilmişdir. Kinayədə söz zahirən müsbət mənada deyilir. Əslində isə mənfi məna ifadə edir. Burada isə biz onun şahidi olmuruq. E bəndi. Qafiyə təşkil etməyən sözlərdən sonra işləndiyi üçün var sözünün epiforaya aid nümunə göstərmək olar. Deməli, deyir ki, qafiyə təşkil etməyən sözlərdən sonra işləndiyi üçün. Burada qəmi və aləmi sözləri qafiyə təşkil edir. Ona görə də burada biz var sözlərini təbii ki, epiforaya aid həm nümunə götürə bilmərik. Eyni zamanda burada deyir ki, qafiyə təşkil etməyən sözlərdən işlənir. Burada da deməli səhvə yol verilmişdir. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Durna teli qolundan seçilmiş hissədə Koroğlunun məqsədi hansı bənddə göstərilmişdir? Elə ki, dəlilər Çənlibelə tərəf yol başladılar, Koroğlu üzünü Kosa Səfərə tutub dedi. Kosa Səfər, buradan Çənlibelə neçə yol var? Bildiyimiz kimi Durna teli qolunda Koroğlu ilə deməli Giziroğlu Mustafa bəyin qarşılaşması səhnəsi var və Koroğlu Giziroğlu Mustafa bəylə qarşılaşmaq üçün dəlləri Çənlibelə göndərmək istəyirdi. Bunun üçün də deməli Kosa Səfəri başqa yolla göndərir və deyir ki, kim birinci, yəni Çənlibelə çatsa, Aslan Paşanın deməli xəzinəsi ona çatacaq. Deməli, yəni bu sözlər deməkdə niyyət nədən ibarət idi? Giziroğlu Mustafa bəylə qarşılaşmaq. Bu isə sualımızın C bəndində verilmişdir. Qasım bəy Zakirin Badi Səba mənim dərd dilimi qoşmasından seçilmiş hansı hissədə, yəni misralarda lirik qəhrəmanın özünü xəstə adlandırması, sevdiyindən dərman axtarması diqqətə çatdırılır. A bəndi, düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Yəni deyir, mənim əhvalımı deyirsən o zalımın ayağına düşüb söylədinmi? B bəndi, Zakirin əhvalın Xublar şahına ağlaya-ağlaya dedin, nə dedi? Yəni mən deyir, əhvalımı Xublar şahına ağlaya-ağlaya dedin, o nə dedi? C bəndi, ah naləm asimana yetdiyin, gərdəni minaya dedin, nə dedi? Yəni ah naləmin deyir, göylərə yetdiyini, o gözələdir dedin, o nə dedi? D bəndi, Badi Səba mənim dərd dilimi ol buti zibaya dedin, nə dedi? Yəni mən deyir, dərd dilimi, əhvalımı, yəni vəziyyətimi deyir, ol buti zibaya gözələ dedin, o nə dedi? Göründüyü kimi bunların heç birində özünü xəstə adlandırması, sevdiyindən dərman axtarması diqqətə çatdırılmadı. E bəndi, görsəydin, varmı məni bimarə, nüsxə-i hüsnündə onun bir çarə. Deməli, bimar sözünün mənası xəstə naxoş deməkdir. Yəni deyir, mən xəstənin dərdinə nüsxə-i hüsnündə, yəni o gözəlin, nüsxə-i hüsn mənasının sözünün mənası surəti gözəl olan deməkdir. Yəni sevgilisi nəzərdə tutur. Deyir, surəti gözəl olan deyir, o insanın deməli sifətində və yaxud da onda deyir, mən xəstənin dərdinə bir çarənin olduğunu deyir, gördünmü? Yəni burada xəstə adlandırır özünü və sevdiyindən dərman axtarmasını da bundan əlaqələndirə bilərik. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Məhəmməd Füzulinin Leyl və Məcnun poemasında Zeyd surətinə aid fikirləri müəyyənləşdirin. 1. Həm eşq yolunda çox yügürmüş, həm çox istəmiz zamanı görmüş misraları onun haqqındadır. Xeyr, bu misralar Nofəl haqqındadır. 2. Məcnunu anlayır, ona kömək etməyə çalışır. Bəli. 2. Zeydə aiddir. 3.
bütün epizodlarda Məcnunun yanındadır. Düzdür, Zeyd Məcnunun yanındaydı, onu dəstəkləyirdi, amma bütün epizodlarda bu ola bilməz təbii ki. 4. Məcnun Leylinin ölüm xəbərini ondan eşidir. Bəli, 4 də doğrudur. 5. Bu surətin adı daha çox İbn Səlamla bağlı epizodlarda çəkilir. Xeyr. Bir sıra xəbərləri deməli Zeyd gəlib Məcnuna çatdırır. Doğrudur, İbn Səlamla bağlı epizodlarda da iştirak eləyir, amma deməli daha çox İbn Səlamla bağlı epizodlarda adı çəkilməsi fikri yanlışdır. Deməli, sualımızın düzgün cavabı 2, 4, yəni E bəndi olacaq. Xurşid Banu Natəvanla bağlı fikirlərdən hansılar səhvdir? 1. Zərif duyğuları əks etdirən şeirlər müəllif edir. Bəli. 2. Dilbəra, dərd dilimdən qəzəlində vüsala çatan aşiqin düşüncələrinə yer verilmişdir. Xeyr, fikir yanlışdır. Vüsala çatmaqdan söhbət getmirdi. 3. Ədəbiyyatımızda təbiət mövzusunda şeirlər yazan ilk sənətkardır. Adi məsələdir ki, fikir yanlışdır. Çünki Xurşid Banu Natəvana qədər təbiət mövzusunda şeirlər yazan sənətkarlarımız var idi. 4. Ey Dust şeirində lirik qəhrəmanın daxili dünyasına yer verilmişdir. Bəli. 5. Qəzəl janrında əsər yazan müəlliflərdəndir. Bəli. Deməli, səhv fikirlər soruşulduğuna görə sualımızın düzgün cavabı 2, 3, yəni D bəndi olacaq. Nümunə ilə bağlı fikirlərdən hansı səhvdir? Valih ağlar görüb belə divanı, kimsələrə gəlmir daha gümanı. Kama çatıb şənlik edən zamanı, döndərdin şənliyi qan yaşa dünya. Avəndi, hecaların sayının bərabər olması nümunənin heca vəznində olduğunu deməyə əsas verir. Deməli, nümunəyə nəzər yetirdiyimiz zaman görürük ki, hər misrada 11 heca var. Və bilirik ki, heca vəzninə görə misralardakı hecaların sayı bərabər olmalı. Deməli, A bəndində verilən fikir doğrudur. B bəndi, qafiyə quruluşu A, 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 B şəklindədir. Yəni, ilk 3 misra həm qafiyədir, 4-cü misra isə deməli, əvvəlki misralarla qafiyələnməyibdir. Baxaq, deməli, divanı, gümanı, zamanı bunlar qafiyə sözlərdir. Qan yaşa dünya isə göründüyü kimi əvvəlki misralarla qafiyə deyil. Deməli, B bəndində verilən fikir də doğrudur. C bəndi, tərənnüm əsasında yazılmış nümunədir. Bildiyimiz kimi tərənnümdə müsbət əhval-ruhiyyə olması lazımdır. Yəni, nikbinlik olması lazımdır. Amma burada isə valih ağlar görüb belə divanı. Yəni, valih deyir, ağlayır. Kimsələrə gəlmir daha gümanı. Kama çatıb şənlik edən zamanı, döndərdin şənliyi qan yaşa dünya. Yəni, dolayısıyla burada göründüyü kimi nikbin əhval-ruhiyyə yoxdur. Ona görə burada tərənnüm ola bilməz. Deməli, inversiyadan istifadə olunmuşdur. Valih ağlar. Neydə ağlar? Elə birinci misrada deməli, inversiyanın işləndiyini gördük. Bəndi, misraların hamısı 4-4-3 bölgü sxeminə uyğun gəlmir. Baxaq. Valih ağlar görüb belə divanı. Kimsələrə gəlmir daha gümanı. Kama çatıb şənlik edən zamanı, döndərdin şənliyi qan yaşa dünya. Deməli, göründüyü kimi bütün misralarda 4-4-3 bölgüsündən istifadə edilməyibdir. İkinci və 4-cü misralarda 6-5 bölgüsündən istifadə edilmişdir. Deməli, bu fikir də doğrudur. Səhv fikir soruşulduğuna görə sualımızın düzgün cavabı C bəndi olacaq. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Qəfəsdən qurtulmuş yaralı şirəm. Zəncir vura bilməz cəllatlar mənə. Yox, vura bilməz bir də yaralar. Həm düşmənlər mənə, həm yadlar mənə. Deməli, qəfəsdən qurtulmuş yaralı şirəm. Qəfəsdən qurtulmuş yaralı şir kimiyəm. Bu oldu mükəmməl təşbih. Zəncir vura bilməz cəllatlar mənə. Deməli, vura bilməz kim, cəllatlar kimə, mənə. Göründüyü kimi söz sırası pozulmuşdur. Bu da inversiyadır. Yox, vura bilməz bir də yaralar. Həm düşmənlər mənə, həm yadlar mənə. Deməli, burada yox sözlərinin təkrarlanması var ki, bu da təkrir, eyni zamanda buna biz anafor da deyə bilərik. Deməli, anafora. Deməli, nümunədə təşbih, inversiya, anafora işlənmişdir. Bu isə verilmişdir B bəndində.
Verilmiş xüsusiyyətlər maarifçi realizm dövrünün hansı sənətkarına aid edilə bilər? Satirik poeziyanın təşəkkül tapmasında rolu olmuşdur. Aşıq şeiri janrlarına müraciət etmişdir. Söhbət Qasım bəy Zakirdən gedir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Kitab-ı Dədə Qorqud eposu haqqında cədvəldəki səhvləri müəyyənləşdirin. 1. Qaraca Çoban surəti. Onun haqqında məlumat. Qazan xanın sürüsünü qoruyarkən iki qardaşı həlak olur. Bu fikir doğrudur. Bizdən siz səhvlər soruşulduğuna görə biri götürməyəcəyik. 2. Bayandır xan. Boyların bir çoxunda iştirak edir. Fikir yanlışdır. Deməli, 2-ni götürəcəyik. 3. Arız qoca. Oğlu Basatı Təpəgözün üstünə getmək üçün məcbur edir. Xeyr, onun Təpəgözlə qarşılaşmasını istəmirdi. 4. Burla xatun. Düşmən əsirliyində olarkən oğlu ilə sınağa çəkilir. Bəli. 5. Şöklü Məlik. Düşmən surət olsa da mərd olması ilə diqqət çəkir. Ümumiyyətcə, dastandakı düşmən obrazları namərdliyi ilə yadda qalır. Deməli, 5 də yanlışdır. Deməli, sualımızın düzgün cavabı 2, 3, 5, yəni B bəndi olacaq. Doğru fikri seçin. Abbasqulu Bakıxanovun Hikmətin Fəziləti əsərində şahın suallara cavab tapan qocaya münasibəti göstərir ki, biz deməli bu cümlədəki fikri verilən bəndlərdən birində verilmiş fikirlə bitirə bilərik. Həmin fikri müəyyən etməliyik. A bəndi. Paxıllıq, həsəd kimi mənfi hisslər insanların ədalətli qərar verməsinə mane olur. Burada paxıllıq, həsəddən söhbət getmədi. B bəndi. Tələsik qərar verən şəxs çox vaxt onun peşmanlığını yaşayır. Burada da hər hansı bir peşmanlıqdan söhbət getməmişdir. C bəndi. Başqalarının sözlərini əsasən mühakimə edənin şəxsi fikirləri olmaz. Təbii ki, bu fikirlə də tamamlaya bilməliyik. D bəndi. Hikməti ilə seçilən insanlardan faydalanmağa cəhd etmək lazımdır. Bəli. Deməli, burada şah verilən suallara kim ki yaxşı cavab verdi, yəni qoca o verilən suallara əhatəli cavab vermişdi və ondan faydalandı. Deməli, D bəndindəki fikirlə cümləni tamamlaya bilərik. E bəndi. Fürsət verildikdə gənclərin qeyri-adi istedad nümayiş etdirməsi mümkündür. Təbii ki, bu da doğru ola bilməz. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı fikir yalnız epik növdə əsərlər yazan bir sənətkara aid edilsə, fikrin doğru olduğunu əminliklə söyləmək olar. Deməli, bir şair var, yalnız epik növdə əsərlər yazıb və biz bu şairlə bağlı hansı fikri əminliklə deyə bilərik. A bəndi. Yaradıcılığı ancaq hekayə janrında olan əsərlərdən ibarətdir. Deməli, epik növün janrı yalnız hekayə deyil axı. Yəni, epik növün hekayədən başqa bir sıra janrları var. Deməli, A bəndində olan fikri biz əminliklə deyə bilmərik. B bəndi. Süjet xəttinə malik olan əsəri yoxdur. Epik növdə yazılan əsərlərin süjet xətti olur. Deməli, B də yanlışdır. C bəndi. Komediya janrında əsər yazmamışdır. Bəli, bu fikri biz əminliklə deyə bilərik. Çünki komediya dramatik növün janrıdır. Şair isə yalnız epik növdə yazıbdır. Deməli, onun komediya janrında əsəri yoxdur. Bunu əminliklə deyə bilərik. D bəndi. Tərənnümə geniş yer vermişdir. Tərənnüm lirik növə aiddir. Şair də yalnız deməli epik növdə yazıbsa necə tərənnümə geniş yer verə bilər. E bəndi. Nəsrlə yazılmış əsəri yoxdur. Epik növdə olan əsərlər həm nəzm, həm də nəsrlə yazıla bilər. Bunu da əminliklə deyə bilmərik. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı əsər haqqında verilmiş fikir səhvdir? A bəndi. Rəşid bəy və Səadət xanım hekayə janrındadır. Yeni tipli bədii nəsr nümunəsidir. Bəli, fikir doğrudur. B bəndi. Dastanı Əhməd Hərami ədəbiyyatımızda ana dildə yazılan ilk poemadır. Bəli. C bəndi. Mehr və Müştəri Nizami Gəncəvi mövzuları əsasında farsça yazılan poemalardan biridir. Bəli. D bəndi. Mişkatul Ənvar vətənpərvərlik, hökmdar və xalq mövzularına toxunulan epik əsərdir. Bəli. E bəndi. Səhhət və Mərəz ana dilində yazılmış allegorik poemadır. Deməli, Səhhət və Mərəz ana dilində yazılmayıb, fars dilində yazılmışdır. Eyni zamanda poema deyil, nəsr əsəridir. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Nümunə ilə bağlı fikirlərdən hansılar səhvdir? Bir də geri dönmür gənclik çağları, xatirələr ürəklərdə yurt salır.
Qoşun çəkib çən bürüyür dağları, bahar payız qapısına qısılır. Deməli, 1. Hər misrada inversiya işlənmişdir. Bir də geri dönmür, gənclik çağları. Dönmür, gənclik çağları. Birinci misrada işlənmişdir. Xatirələr ürəklərdə yurt salır. Göründüyü kimi ikinci misrada inversiya yoxdur. Deməli, 1 səhvdir. Biri götürəcəyik. 2. Hər misrada metafor işlənmişdir. Baxaq. Bir də geri dönmür, gənclik çağları. Gənclik çağlarının geri dönməməsi. Deməli, burada metafor var. Xatirələr ürəklərdə yurt salır. Xatirələrin ürəklərdə yurt salması var. Qoşun çəkib çən bürüyür dağları. Deməli, çənin qoşun çəkməsi. Bu da metafordur. 4-cü misrada bahar payız qapısına qısılır. Burada da metafor var. Deməli, 2-də vermiş fikir doğrudur. 3. Təşbihdən istifadə olunmamışdır. Bir də geri dönmür gənclik çağları, xatirələr ürəklərdə yurt salır. Qoşun çəkib çən bürüyür dağları, bahar payız qapısına qısılır. Bəli, təşbihdən istifadə edilməmişdir. Fikir doğrudur. 4. Mübaliğə vasitəsilə fikrin təsir gücü artırılmışdır. Nümunəyə nəzər yetirdiyimiz zaman burada mübaliğədən istifadə edilmədiyini görürük. Deməli, 4-ü götürəcəyik. 5. Yalnız bir misrada epitetə yer verilmişdir. Baxaq, bir də geri dönmür gənclik çağları, xatirələr ürəklərdə yurt salır, qoşun çəkib çən bürüyür dağları, bahar payız qapısına qısılır. Göründüyü kimi heç bir misrada epitet yoxdur. Deməli, sualımızın düzgün cavabı 1, 4, 5, yəni D bəndi olacaq. Molla Pənah Vaqifin Hayf ki yoxdur əsərinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. 1. Rədifdən istifadə olunmamışdır. Yanlışdır. Çünki elə qoşmanın adı rədif əsasındadır. Yəni, hayf ki yoxdur ifadəsi rədifdir. 2. Müəllifin Kür qırağındakı obalarla bağlı fikirləri əks etdirilir. Fikir doğrudur, ancaq formaya yox, məzmuna aiddir. 3. Hər biri 4 misradan ibarət bəndlər şəklindədir. Bəli, doğru fikirdir və formaya aiddir. 4. İnsanların geyimi ilə bağlı fikirlərə yer verilir. Fikir doğrudur, ancaq deməli, məzmuna aiddir. 5. Heca vəznindədir. Bəli, bu da deməli, forma xüsusiyyəti olacaq və fikir də doğrudur. Deməli, sualımızın düzgün cavabı 3, 5, yəni A bəndi olacaq. Məhəmməd Füzulinin Leyli və Məcnun poemasına aid cümləyə əsasən doğru fikirləri seçin. Yəni, hansı fikirlərlə cümləni davam etdirmək olar? Məcnuna aid şeir. Atasının səhraya gəlib oğlunu axtarmasına səbəb olur. Xeyr, yazıla bilməz. 2. Leylinin anası tərəfindən danlanmasına və məktəbə buraxılmamasına səbəb olur. Xeyr. 3. Nofəlin onu axtarıb tapmasına və kömək etmək istəməsinə səbəb olur. Bəli, Məcnun haqqında deməli, məlumatı eşitdikdən sonra Nofəl onu axtarır, tapır və ona kömək etmək qərarına gəlir. 4. Leylinin mindiyi dəvənin karvandan ayrılıb ona tərəf gəlməsinə səbəb olur. Xeyr. 5. Leylinin onu tanımasına səbəb olur. Bəli. Deməli, bu da hadisə necə olur? Hansı ki, Leyli ilə Məcnunun qarşılaşması var. O hissədə, deməli, Leyli Məcnuna soruşur ki, sən kimsən? Deyir ki, Məcnunam. Bu da artıq, deməli, Leyli təbii ki, bundan razılaşmır. Sonra deyir ki, sənə şübhə edirəm. Məcnunsansa halını anlat. Leylini sevirsənsə, danış və bir şeirlə keçmişləri yad et. Bundan sonra Məcnun öz halını Leyliyə bildirir və Leyli Məcnunu tanıyır. Deməli, sualımızın düzgün cavabı 3 və 5 olacaq. Koroğlu ilə Bolu bəy qolundan seçilmiş hadisələrdən hansılar Xoca Əzizin Çənlibelə gəlməsindən əvvəl baş verir? Deməli, 1. Ərəb Reyhan Toqata yollanır. Bəli, bu Xoca Əzizin Çənlibelə gəlməsindən əvvəl baş verir. 2. Koroğlu özünü qorxucu kimi təqdim edir. Bəli, bu da Xoca Əzizin Çənlibelə gəlməsindən əvvəl baş verir. 3. Koroğlu oxuduğu şeirdə aparırlar pünhan məni deyir. Xoca Əzizin Çənlibelə gəlməsindən əvvələ aiddir bu da. Bəli. 4. Dünya xanım Ərzincana gəlir. Artıq bu Xoca Əzizin Çənlibelə gəlməsindən sonraya aiddir. 5. Nigar xanım Dəli Həsənin səfərə çıxmasına razı olmur. Bu da deməli Xoca Əzizin Çənlibelə gəlməsindən sonra baş verir. Deməli, sualımızın düzgün cavabı 1, 2, 3 olacaq.
Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsərindən seçilmiş hissə ilə bağlı fikirlərdən hansılar doğrudur? Rəiyyətə hər zaman kömək etməli padşah, səndən xarlıqdır gələn bizə ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını, buna mərdlik deməzlər, düşün işin dalını. Deməli, 1. Sultan Səncərin bəhanə kimi səsləndirdiyi fikrə cavab olaraq deyilir. Xeyr, bildiyimiz kimi Sultan Səncər heç bir fikir səsləndirmir orada, heç bir bəhanə də gətirmir. 2. Padşahın xalqla xoş rəftar etməli olduğu deyilir. Bəli, bu fikir doğrudur. 3. Sultan Səncər əməlləri barədə düşünməyə dəvət olunur. Bəli, düzdür. 4. Sultan Səncərin əməllərinin xalqa xeyir gətirmədiyi bildirilir. Deməli, səndən xarlıqdır gələn bizə ol bundan agah. Bəli. 5. Mərdliyin nə olduğu izah olunur. Deməli, burada deyir ki, buna mərdlik deməzlər, düşün işin dalını. Yəni, deyir ki, etdiklərin, yetimlərin malını əlindən almaq mərdlik deyil. Yəni, bu işin sən dalını düşün. Amma mərdliyin nə olduğu təbii ki, burada izah olunmur. Deməli, sualımızın düzgün cavabı 2, 3 və 4 olacaq. Müxtəlif əsərlərdən seçilmiş hansı epizodlarda adı çəkilən surət həqiqəti demir, başqa cavab verir. 1. Qaraca çoban. Qazan xan ondan yurdunu xəbər aldıqda adı məsələdir ki, Qaraca çoban burada həqiqəti demişdim. Deməli, bu düzgün cavab olmayacaq. 2. Köroğlu. Toqatda olarkən Həmzədən qaladan çıxmaq üçün neçə yol olduğunu soruşur. Həmzə də çıxış yollarını Köroğluya deyir. 3. Səba. Pərinin yanından qaydarkən aşıq ona suallar verdikdə Səba təbii ki, reallığı deyir, nə var isə onu deyir. Deməli, bu da olmayacaq. 4. Leyli. Anası onu sevməkdə ittiham edib günahlandırdıqda bildiyimiz kimi Leyli ona yalan cavab verir. Deyirsən, elə şeylərdən danışırsan ki, mən onların nə olduğunu bilmirəm. Deməli, 4-ü götürəcəyik. 5. Köroğlu. Bağdada girmədən əvvəl rastlaşdığı qoca onların kim olduğunu soruşduqda, deməli, Köroğlu burada əvvəlcə kim olduğunu demir, sonradan deyir. Deməli, sualımızın düzgün cavabı 4 və 5 olacaq. Uyğunluğu müəyyənləşdirin. 1. Yalnız İskəndərnamə poemasına aiddir. 2. Yalnız Dəhnamə poemasına aiddir. 3. Yalnız Leyli və Məcnun poemasına aiddir. A. Ədəbiyyatımızda bu mövzuda eyni adda yazılmış ilk poema deyil. Deməli, biz bu fikri həm Dəhnamə, həm də Leyli və Məcnun poemasına aid edə bilərik. Çünki bildiyimiz kimi Şah İsmayıl Xətaidən də əvvəl Dəhnamə poeması yazılmışdı. Eyni zamanda Leyli və Məcnun poemasını Məhəmməd Füzulidən əvvəl, deməli, Nizami Gəncəvi yazmışdı. Burada isə yalnız sözündən istifadə edildiyinə görə biz A bəninə verilən fikri heç birinə aid edə bilmərik. Sonra B. Məhəbbət mövzusundadır. Yenə həm Dəhnamə poeması, həm də Leyli və Məcnun poeması məhəbbət mövzusundadır. Ona görə B bəninə verilən fikri də heç birinə aid edə bilmərik. C bəndi mifik surətlərə də yer verilmişdir. Bildiyimiz kimi Şah İsmayıl Xətainin Dəhnamə poemasında mifik surətlərə yer verilmişdir. Deməli, C 2-yə uyğun gələcək. D. Cəmiyyəti qəbul etməyib üz döndərən, səhraya üz tutan surət əsərin baş qəhrəmanıdır. Bu, deməli, yalnız Leyli və Məcnun poemasına aiddir. Deməli, D 3-ə uyğun gəldi. E bəndi 2 hissədən ibarət poemadır. Bu isə Nizami Gəncəvinin İskəndərnamə poemasına aiddir. Deməli, 1E, 2C, 3D şəklində olacaq sualımızın düzgün cavabı. Nümunənin və Qasım bəy Zakirin Durnalar şeirinin müqayisəsi əsasında hazırlanmış cədvəli doldurun. Deməli, Durnalar şeiri və nümunə və Qasım bəy Zakirin Durnalar şeiri üçün forma xüsusiyyəti olaraq fərqli cəhət soruşulur, sonra ortaq cəhət soruşulur, məzmun olaraq hər iki əsər üçün ortaq cəhət soruşulur. Deməli, forma olaraq fərqli cəhət kimi nəyi qeyd edə bilərik? Deməli, deyirik ki, Qasım bəy Zakirin Durnalar şeirinin şeir vahidi bənddir, doğrudur, amma o dörtlük əsasında yazılıbdır. Yəni, dörtlükdür. Süleyman Rüstəmin Durnalar şeiri isə beşlik şəklində yazılmışdır. Sonra biri qoşmadır,
Digər isə beşlik formasında olan şeirdir. Bunu fərqli cəhət kimi qeyd edə bilərik. Sonra birində müəllifin adı çəkilir, digərində isə yox. Deməli, doğma arazımın qırağındayam. Bir qara gözlünün fərağındayam. Həm bacı, həm qardaş sorağındayam. Məni qorxutmayır ölüm, durnalar. El gülsüm, məndə bir gülüm, durnalar. Göründüyü kimi Süleyman Rüstəm adını çəkmir. Amma deməli, Qasım bəy Zakir'in durnalar qoşmasında necə idi mühürbənd? Zakirəm, o tutub, alışdı cigər. Var isə canandan sizdə bir xəbər. Təğafül etməyin, Allahı sevər, dönməsin bağrınız daşa durnalar. Göründüyü kimi Zakir adını çəkdi. Süleyman Rüstəm isə çəkmədi. Bunlar fərqli cəhət kimi qeyd oluna bilər. Ortaq cəhət kimi nəyə qeyd edə bilərik? Deməli, rədifli şeirdir. Hər ikisinin adı, deməli, durnalardır. Deməli, durnalar sözü hər iki əsərdə rədif kimi işlənmişdir. Bunu ortaq xüsusiyyət kimi qeyd edə bilərik. Sonra, hər ikisində misraların sayı, deməli, misralardakı hecaların sayı 11-dir. Yəni, 11 hecanın olmasını hər misrada ortaq cəhət kimi qeyd edə bilərik. Sonra gəlirik, məzmun üçün ortaq cəhət nə qeyd oluna bilər? Deməli, hər ikisi durnalara müraciətlə yazılmışdır. Sonra, hər ikisi lirik qəhrəmanın narahat düşüncələrinə yer verildiyi şeirdir. Yəni, hər şeirdə lirik qəhrəmanın narahatlığına, narahat düşüncələrinə yer verilmişdir. Sonra, hər ikisində ayrılıqla bağlı fikirlərə yer verilmişdir. Bu və bənzəri fikirlərdə məzmun cəhətdən ortaq cəhət kimi qeyd edə bilərik. Kursivlə verilmiş bənddə işlənmiş bədii ifadə vasitələrini müəyyənləşdirin və bənddən nümunə seçərək cədvəli doldurun. Kursivlə verilmiş bəndi oxuyaq. Gülməyin gözümdən axan yaşıma, baharda qar yağıb mənim başıma, neyləyim bacıma, qan qardaşıma, çoxdandır çatmayır əlim durnalar, bunu yaxşı bilir elim durnalar. Deməli, gördüyümüz zaman birinci misrada gülməyin gözümdən axan yaşıma, nə edin gülməyin. Burada söz sırası pozulmuşdur. Deməli, bu inversiyadır. İnversiya bura yazırıq. Nümunəni də misranı da bura köçürürük. Sonra, baharda qar yağıb mənim başıma. Bahar fəslidir, ancaq mənim başıma qar yağıb. Burada deməli, bədii təzad işlənmişdir. Bədii təzad yazıb, nümunəni bura yaza bilərik. Eyni zamanda bu misranı biz inversiyaya da misal kimi göstərə bilərik. Çünki orada da söz sırası pozulubdur. Sonra, neyləyim bacıma, qan qardaşıma, çoxdandır çatmayır. Nə edir? Çatmayır. Burada da söz sırası pozulmuşdur. İnversiya var. Bunu yaxşı bilir. Burada da söz sırası pozulmuşdur. Bunu da inversiyaya deməli, nümunə kimi yaza bilərik. Şeirin mövzusu ilə bağlı cədvəldəki doğru fikri seçin və fikrinizi əsaslandırın. Deməli, məhəbbət mövzusundadır, ictimai lirika nümunəsindədir, peyzaj lirikasına aiddir. Ümumi olaraq demək olar ki, durnalar mövzusu ədəbiyyatımızda daha çox qəriblik mövzusunda işlənmişdir və bu ictimai lirika nümunəsi olacaqdır. Şeirin məzmununa da nəzər yetirdiyimiz zaman bunun da ictimai lirikaya aid olduğunu görürük. Deməli, ictimai lirika nümunəsidir fikrini seçirik. Fikrimizi əsaslandırmaq üçün nə yaza bilərik? Yəni, fikrimizi necə əsaslandıra bilərik? Deməli, şeirdə qardaşdan, bacıdan ayrı düşmək fikrinə yer verilmişdir. Bu cür əsaslandıra bilərik. Sonra yaza bilərik ki, lirik qəhrəman durnalara müraciət edərək el, dost haqqında düşüncələrini bölüşür. Bunu yaza bilərik. Sonra yaza bilərik ki, lirik qəhrəmanın kədəri və narahatlığı əks olunmuşdur və bu narahatlıq şəxsi deyil, yəni ictimaidir. Bu və bənzəri fikirlərdə əsaslandırma olaraq yazaraq, deməli, sualımızı cavablandıra bilərik.